Bəli, əziz yoldaşlar, istəyirsinizsə mən yavaş-yavaş başlayayım, özüm haqqında qısa məlumat verim. Ondan sonra biz tam şəkildə başlayaq artıq NET-də iş axınlarının qurulmağına, agentlərin nə olduğuna, hər tərəfli şəkildə baxaq bu gün istəyirəm o işlərin hamısına. Özümü təqdim edeyim ilk öncə. Bu gün biz burada nə haqqında müzakirə edəcəyik, nələr edəcəyik. Mən Akşin Ağaşirinov, UNIC-də kompüter mühəndisliyi tələbəsiyəm. Hal-hazırda süni intellekt alətlərindən çox yaxından maraqlanıram və artıq bir çox yerlərlə əməkdaşlıq edən müxtəlif süni intellekt alətləri satmışam. Deməli, bugün bizim mövzumuz olacaq bu avtomatlaşdırma və AI haqqında olacaq. AI nədir? Yəni AI nədir deyəndə AI-ın avtomatlaşdırmada tətbiqi necədir? Burada hansı imkanlar var? Biz burada nələr eləyə bilərik? Hansı resurslardan istifadə edək və bəs bunu necə öyrənək? Bunun haqqında bugün sizə ətraflı şəkildə məlumat verəcəm. Elə yavaş-yavaş ekranı da share eləyim. Ondan sonra biz başlayaq yavaş-yavaş işləməyə. Deməli yoldaşlar, ekranı share edirəm və yavaş-yavaş istəyirəm artıq başlayaq bunu müzakirə edib həll etməyə. Deməli yoldaşlar, məncə buradakı bir çox adam artıq NET-in anlayışını eşidib, həyatında bir dəfə də olsa. Çünki bu artıq MIT-ə qoşulmusunuzsa NET-ni eşitmişsiniz və sizə artıq NET maraqlıdır ki, necə işləyir, nələr eləmək olar, necə bir şeydir. Bu NET-nin özəyin populyarlaşmasında bu AI agentlər çox böyük rol oynadı. Bugün ona görə məsələmiz AI agentləri olacaq. Mən başlayacağım AI agentlərdən söhbət açmağa və artıq AI agentlərdən sonra biz başlayacağıq ümumi NET-ilə də tanış olmağa. Bu NET-ni əsas məşhur edən elə AI agentlərin burada çox ətraflı şəkildə tətbiq oluna bilməyidir. Bəli yoldaşlar, bəs bu AI agentlər nədir ki, biz bu NET-ni məşhur elədi, bu dünyada trend halına gəldi və artıq bir çox şirkətdə falan bu istifadə olunur. Bu AI agent dediyimiz şeyi digərlərindən, yəni digər deyəndə LLM model yəqin ki eşitmisiniz. Bu hər hansı bir LLM model deyəndə, məsəl üçün ChatGPT ilk çıxdığı vaxtlar sadəcə sadə bir LLM model idi. Yəni mən ona sual verirdim, o mənə cavab verirdi. Burada başqa heç bir şey olmurdu da, sadəcə sual-cavab sistemi idi. Amma bu AI agent dediyimiz isə artıq tapşırıq və həlli özündə göstərir. Necə? Siz gəlirsiniz, deyirsiniz ki, mənə şəkil yaratmaq lazımdır, mənə fayl yaratmaq lazımdır. O sizi başa düşür. Konkret bir mətn kimi sizə cavab qaytarmır da. Gedir orada alətlərindən istifadə edir, nə bilim şəkil yaradır, girir Google dokumentdə nəsə yaradır falan. Bu artıq bir agentik xüsusiyyətdir və biz artıq agent adlandıra bilərik. Hal-hazırda GPT agent kimi işləyir. Siz ona müxtəlif tasklar təyin edə bilirsiniz. O canvas açır o yanda, nə bilim kodu ayrıca yazır, fayl yarada bilir. Yəni bu artıq GPT-nin agentləşdiyini bizə tam şəkildə göstərir. Amma ilk vaxtlar təbii ki belə deyildi. Kiminsə nəsə sualı varmı, yaxud Nurlan hər hansı bir əlavən varsa buyura bilərsən. Yox, Akşin, elə ki əlavəm yoxdur, yaxşı gedirsən məncə. Elə davam edin. Yoldaşlar, gəlin davam edək onda. Başqa hər hansı bir yoldaş kiminsə sualı varsa, yəni mənə deyə bilər burada. Axşamınız xeyir Akşin bəy. Elə giriş verirkən AI agentlər və agentik AI-lar barədə də danışsaz, düşünürəm iştirakçılara maraqlı olardı. Əla. Burada aşağıda bizdə nümunələr var. İnsanları konkret əvəz eləyən, insanları deməyək də, insanları kömək eləyən daha doğrusu, onun cümləni düzgün işlətməliyim. İnsanların işlərini asanlaşdıran və onlara kömək eləyən nümunələr var. Orada siz agentik AI-larda göstərəcəm sizə. Yavaş-yavaş indi o hissəyə doğru keçirəm. Deməli, agent dediyimiz nədir? Bu agenti digərlərindən fərqləndirən əsas xüsusiyyətimiz nədir bizim? Deməli, bu agent digər LLM modellərindən ondan görə fərqlənir ki, bunun əlində alətləri var. Məsəl üçün, tutalım ki, mən burada sadə bir nümunə göstərmişəm sizə. Deməli, burada hər hansı bir agent var. Bu agentin əlində 2 dənə alət var. Bu həm danışa bilir, yəni LLM modeli var bunun içində, suala cavab verə bilir. Həm də bunun 2 dənə aləti var. Məsələn, mən buna mismar verən zaman, bu bilir ki, mismarı çəkiclə döymək lazımdır. Burada qayçını istifadə eləmir. Götürür mismarı, çəkiclə döyür.
burada çəkici istifadə edir. Yaxud da ki, mən buna kağız verən zaman burada bu kağızı götürüb qayçı ilə döymür. Qayçı ilə çəkiclə döymür. Burada götürür qayçını istifadə edir və artıq işi həll edir və konkret bir həll yaradır burada. AI agenti əsas xüsusiyyəti onun əlində olan alətləridir ki, onlarla konkret bir prosesi icra edir. Hər hansı bir. Davam edək. Deməli, bu AI agentləri mən harda qurmaq olar, necə qurmaq olar və haralarda bunu tətbiq eləmək olar? Okay, bunlar var, əla, yəni sadə nümunələr var. Bəs bunlar həqiqətən işə yarayandımı? Bunlar istifadə oluna bilərmi real bir кейsdə, yaxud hər hansı bir yerdə? Gəlin ona nəzər yetirək. Deməli, sizə bir sadə bir qeydiyyatçı nümunəsi vermişəm. Tutalım ki, bir şəxs var ki, məsəl üçün bizim ingilis dili kursumuz var. Düşünək ki, ingilis dili kursuna hər gün 10 nəfər adam yazır. Yaxud 15-20 nəfər, 30 nəfər. Neçə nəfərsə adam yazır. Hər gün onlar qiymətləri soruşurlar, deyirlər mən hansı qruplar boşdur, hansı müəllimlərin qruplarına əlavə etmək olar falan. Hər bir adam oturub o işi görür sıfırdan. Xüsusi bir qeydiyyatçı tutublar. Bunun müəyyən qədər biz agentlərin demək olar çox böyük hissəsini, 90%-nə yaxınını agentlə əvəz edə bilərik. Bu agentin sxemini burada görürsünüz. Bu adi istifadəçi ilə danışan bir agentimizdir. Bu agentin bəzi xüsusiyyətləri var. Yəni bu agent qeydiyyat aparmalıdır, bu agent danışmalıdır, bu agent ona uyğun önəri verməlidir. Yəni müştərinin bildiyiniz qarşılamalıdır da. Bunu öz-özünə eləyə bilməz. Konkret əlində müəyyən xüsusi alt başlıqlar olmalıdır. Bunun beyni olmalıdır, brain. Yəni LLM model dedim ha sizə biraz əvvəl danışan model. Bu LLM model mütləq olmalıdır onda. Bunu biraz nazikləşdirək. Memory, yəni yaddaşı olmalıdır. Çünki sən xatırlaya bilməlisən, nə danışırsan, necə danışırsan. Çünki bu agentdir. Bu AI agent sizin danışıqlarınızı falan hər şeyi xatırlaya bilməlidir. Bir də əlində alətləri olmalıdır. Məsəl üçün mən deyəndə ki, qeydiyyatımı apar, məni qrupa əlavə elə, mənə link ver, yəni WhatsApp-a qrupunun linkini ver, əlavə olun falan deyəndə artıq bunları eləyə biləcək bir gücə sahib olmalıdır. Onun əlində alətlər olmalıdır ki, onu qeydiyyatına aparsın, Google Sheet-ə qeyd eləsin, yaxud da ki, bir çox digər prosesləri icra etsin. İndi yavaş-yavaş keçirik agentik AI-lara. Biraz axırdakı AI agentik AI-dir, amma burada biz tam agentik AI deyil. Deməli, burada düşünək ki, imtahan komissiyasıdır. Bunun bir çox agentləri bir çox yerə tətbiq edə bilərik. Onlarla yüzlərlə yer var, amma mən ən sadə olanlarını göstərirəm ki, AI agentləri harda tətbiq edə bilərik. Deməli, onun imtahan komissiyası var, hər hansı bir kurs deyə, yaxud böyük bir dövlət qurumu olsun, DİM kimi. Həmin dövlət qurumunda məsələ odur ki, ingilis dil testləri var, onlar yoxlanmalıdır. 2 mərhələli ingilis dil testləri var, onlar yoxlanmalıdır və konkret bal təyin olunmalıdır. Bunu həyata keçirmək üçün imtahan komissiyasında insanlar oturur, uyğun şəkildə qiymətləndirirlər. 2 nəfər oturur, sonra onların ortaq balı falan çıxardılar ki, onların verdiyi nəticələrə uyğun ortaq bir bal təyin olunur. Burada bunu AI agentlərlə necə etmək olar? Kriteriyaları falan hər şey verərik. Burada bir girişimiz olacaq. İmtahan vərəqinin girişidir bu. Input olacaq. Bu gələcək bura düşəcək. Başlayacaq bu agent emal eləməyə. Əgər bunun skoru çox aşağıdırsa, tutalım ki 50-dən aşağıdırsa, kəsilib də artıq bu tələbə universitetdə. Bunu avtomatik EXT verəcək və deyəcək ki, bu tələbə artıq kəsilib. Əgər 50-dən yuxarıdırsa, avtomatik olaraq digər agentə keçid eləyəcək. Digər agent də ona uyğun skor çıxardacaq, digər yazdığı tapşırıqlara uyğun və axırda sonda tələbənin ortalama balı falan rahatlıqla çıxardıla biləcək. Yəni imtahan komissiyasında bir dəfə kriteriyaları müəyyən edib bu agentə verəndən sonra artıq imtahan komissiyasının elədiyi işi biz tam avtomatlaşdırdıq burada. Bizim burada bir işimiz qalmadı. İndi ən maraqlı agent nümunələrindən birinə gəlirik. Bu, biraz əvvəl xanımın da qeyd elədiyi kimi, bunlar agentik AI-lara biraz daha çox nümunədir. Burada orkestr agenti var, bir dənə. Bu orkestri idarə edən agentdir. Yəni ki, bu 3 dənə agenti özündən sonra gələn agenti idarə edir. Bunu məsəl üçün biz harda istifadə edə bilərik? Hansı şirkətlər bununla maraqlana bilər? Deməli, müştəri xidmətləri var, bilirsiniz bir çox yerdə, Azercell kimi böyük şirkətlərdə falan, yaxud da ki, daha kiçik şirkətlərdə belə bir çox yerdə müştəri xidmətləri var. Bu müştəri xidmətlərində, məsəl üçün şirkət biraz böyükdürsə, onun hər spesifikasına, yəni hər şirkətin hər qoluna uyğun
bir operator olur ki, birinci operator zəngi qəbul edir, sonra digər uyğun operatora yönləndirir həmin şöbəyə. Burada da gəlin elə bir nümunəyə baxacağıq. Burada birinci istifadəçi zəng eləyir yaxud mesaj yazır. Mesajı yazdı mı? Birinci AI agenti ötürüldü bu. AI agent istifadəçinin istəyini nəzərə alır. Baxır ki, bu xüsusi təlim keçmiş 3 dənə agentdən hansı bu sual üçün xüsusiləşdirilib də bu sual ona ən uyğun cavab verə bilər. Bu üçündən birini seçir. Tutalım ki, birinci agenti seçdi. Göndərdi mesajı birinci agentə. Birinci agent mesajı emal eləyir burada və artıq cavab verir. Burada elə həmçinin başqa bir istifadəçi gəldi, başqa bir sual verdi. Yeni agentimizə gəldi məlumat. Agent artıq görür ki, bu üçüncü agentin işidir. Yəni buna deyirik ki, bunlardan hansı nəyi bilirsə qeyd edirik. O görür ki, üçüncü agent buna cavab vermək üçün ən uyğun, ən ideal agentdir. Yönləndirir bu agentə və bu cavab verir. Burada gördüyünüz kimi agentlər orkestr halında fəaliyyət göstərdilər və bizim verdiyimiz suala uyğun, bizə uyğun bir cavab qaytardılar. Bura kimi bir problem, başa düşmədiyiniz bir şey varmı, yaxud kiminsə nəsə əlavə etmək istədiyi bir şey varsa, qeyd edə bilər yoldaşlar. Şimdi çox qəşəng izah elədin. Bundan sonra sən texniki cəhətdən izah edəcəksən, yəni workflow quracaqsan, yoxsa necə? İndi bir NLT-nin kiçik məntiqini izah eləyəcəm. Ondan sonra... Mən də məlumat vermək istəyirdim, ona görə. Sən yəni texniki tərəfə keçməmişdən qabaq bir dənə xəbər eləyərsən, mən də bir məlumat verim, ondan sonra davam edərsən. Okay, problem yoxdur. İndi onda texniki tərəfə, bu iş axınının bir nümunəsini göstərəndən sonra mən artıq texniki tərəfə keçib istəyirəm konkret bir nümunə üzərində işləyək, restoran üçün olan bir chatbot üzərində. Tamam. Elə əla olar. Daha həm praktiki görərsiniz ki, necə işləyir sistem, həm də ki, yaxından tanış olarsınız bu işlərlə. Deməli, bu AI agentlərin imkanları haqqında biraz danışmaq istəyirəm. Bu AI agentləri öyrəndik, bəs bunlarda həqiqətən tələbat varmı? Yəni özünüz də görürsünüz ki, yuxarıda göstərdiyim nümunələrin hər biri real case-dir. Bunlar mənim göstərdiyim ən sadə nümunələrdir. Bunlarda heç avtomatlaşdırma demək olar çox yoxdur. Bunlarda əsas AI agentlər işləyir də. Avtomatlaşdırma ilə burada 2 qat bazar artır, yəni daha çox iş var. Şirkətlərə bu həqiqətən çox pul qazandırır, zaman qazandırır. Yəni pul və zaman qazandıran bir şeyi şirkət həqiqətən istəyir. Əgər ona pul qazandırırsa, zaman qazandırırsa və ona fayda verirsə, bu şirkətə mütləq lazımdır. Aha, bu qazandırır. İnsanların əldə etdiyi rutin işləri çox iş, yəni çox iş deməyək də müəyyən qədər işi yerinə yetirə bilir ki, bu işləri yerinə yetirəndə şirkətlərə daha ucuz başa gəlir, 7-24 işçiləri olur və insanın yanında köməkçi olur və insan artıq çox böyük bir şey eləmir. Artıq sadəcə yönləndirir və AI hər şeyi həll edir. Bu hal-hazırda bir çox şirkətlərdə ehtiyacdır. Bir çox şirkət bunu tələb edir və istəyir. Sadəcə Azərbaycan yeni işləməyə başlayıb. Bu sahədə olanlar artıq sanki investisiya edirlər. Çünki bilirlər ki, müəyyən vaxt keçdikdə şirkətlər daha çox öyrəşməyə başlayır və daha çox, necə deyərlər, artıq bu sistemlərə öyrəşir və bunları almaq istəyir. Bəs bu agentlər var, bunları nümunə kimi göstərdik. Bəs bunları real həyatda, real кейslər üzərində necə qura bilərik, nələr eləyə bilərik? Gəlin o məsələyə baxaq. Bu AI agentləri hazırlaya bildiyimiz ən yaxşı frameworklərdən biri N8-dir. Deməli, bu N8-nin bir çox rəqibi var. Bunlar bazardadır. Məsəl üçün Make.com-dur falandır. Amma niyə məhz bu N8? Deməli, bu N8 ona görə bizə lazım olacaq ki, burada həm siz developer yönümlü çalışa bilirsiniz. Müəyyən qədər kod biliyinə ehtiyac yoxdur burada demək olar. Sizin hər hansı bir kod biliyi olmağınız sadəcə üstünlük ola bilər sizə. Yoxsa yəni heç bir şey, xüsusi bir şey qatmayacaq. Amma sizin biraz ümumi bu texniki şeyləri bilirsinizsə, çox qəşəng, əla. N8 daha rahat gələcək sizə. Aha. Bu N8-ni əsas fərqləndirən burada həm interfeys daha professionaldır, daha professional iş axınları qura bilirsiniz, həm də ki, ən uyğun şəkildə siz onu öz lokal hostunuza, yəni ki, öz kompüterinizə də qurub, hər hansı bir serverə də qurub istifadə edə bilərsiniz. Yəni, open source bir şeydir. İstənilən bir yerə qurula bilər. Aha, N8-nin sadə bir məntiqi var. Bu məntiqi sadə olsa da çox böyük işlərə yarayır, çox böyük iş axınları qurmaq olar.
Necə bir məntiqi var? NET-də biz iş axınları qururuq, yəni iş prosesləri. Bu iş prosesi müəyyən bir yerdə başlayır və müəyyən bir yerdə sona ərir. Burada biz girişdə başlayırıq bir data ilə, bir məlumat başlayır. Nəsə, tutalım Telegramdan bir mesaj gəlir və başlayır bu iş axınımız işləməyə ki, Telegramdan mesaj gələndə istifadəçiyə cavab ver, nəsə elə falan elə. Burada girişdə hər hansı bir məlumat gəldimi bizə? Gəldi. Bu gələn məlumat başlayır bu yolu qət eləmək. Birinci addım nədir məsəl üçün? Burada mən çəkiclə sadə bir şey göstərmişəm. Burada ola bilər ki, AI agent nəsə işləməyə başlasın. İkinci addımda nəsə yeni bir şəkil generasiyası eləsin. Bunu da elədi. Sonunda da çıxışa verir və istifadəçi artıq bizim elədiyimiz işi rahatlıqla görə bilir. Bu iş axını haqqında başa düşülməyən bir şey varmı? Çünki bunu tutsaq NET-nin məntiqini çox qəşəng tuta biləcəyik. Sual varmı hər hansı bir? Akşin bəy, mən istəyərdim burada siz istifadə olunan protokolları da toxunsaydınız yaxşı olardı. İndi NET-nin interfeysinə gələcəm. Sizə praktiki şəkildə göstərəcəm ki, nədir, Ən çox MCP protokol və digər protokollar. burada MCP protokol istifadə eləməyəcəyik. Niyə görə? MCP protokol nə üçündür? Bu MCP dediyimiz şey model context protokol. Bu protokoldan məsəl üçün tutalım ki, cloud-da bu çox istifadə olunur. Tutalım ki, sizin bir proqramınız var, Blender deyək buna. Bu 3D şəkillər falan, 3D qrafikalar yaratmaq üçün istifadə olunan bir proqramdır. Siz istəyirsiniz ki, AI-ya əmr verəsiniz ki, Blender-da nə bilim, götür fincan yarat, nəsə yarat. MCP elə bir şeydir ki, bu Blender proqramı ilə bizim AI-yı bir-birinə bağlayan xüsusi protokoldur. Bu MCP-nin məntiqi bundan ibarətdir. Yəni siz istənilən bir proqramı MCP protokola bağlayıb AI ilə rahat istifadə edə bilərsiniz. AI deyərsiniz ki, nə bilim Paint-i istifadə edə bilərsiniz. Deyərsiniz ki, burada nə bilim ev çək, nə bilim şey çək, falan çək. Bunları əmrləri verib istifadə edə bilərsiniz. MCP-nin əsas məntiqi burada budur. Burada biraz məntiq fərqlidir amma bu NET-də. NET-in də MCP kimi işlətmək olar. Məsəl üçün Cloud AI-da yazasınız ki, bu iş axınını yarat falan, amma yaxşı işləməyəcək o qədər də. Aha. İndi yavaş-yavaş keçəcəm mən NET-nin izah olunmağına. Hər hansı bir əlavə, nəsə bir şey demək istəyirsən, buyura bilərsən. Əvvəla axşamınız xeyir hamınızın. Özüm haqqında biraz məlumat vermək istəyirəm. Qısa bir məlumat. Mən kompüter mühəndisliyi qurtarmışam. İndi də kiber təhlükəsizliyi üzrə təhsil alıram. Əslində birinci web sahəsində başlamışam proqramlaşdırmaya. Sonra isə AI-ya keçmişəm. AI-ya keçmək fikrim açığı AI-ın inkişaf edəcəyinə inanmağımdır. Yəni ki, belə tutulmasın, AI çıxandan sonra mənim fikrimcə inqilab bir baş verib də, Akşin də təsdiqləyirsə, məncə AI inqilabda bu dövrün inqilabıdır. Açığı Akşin biraz basic səviyyədə məlumat verir. Mən iş səviyyəsində məlumat vermək istəyirəm. Biraz advanced səviyyədə. Deməli, siz əgər AI ilə işləmək istəyirsinizsə, bu sizin şəxsi istifadəniz kimi deyil. Yəni, necə deyim, burada bəzi məqamlar var. Məsəl üçün, big data ilə işləməyə öyrənmək lazımdır. Çünki şirkətin milyonlarla məlumatı ola bilər. Məsəl üçün, milyonlarla müştərisi ola bilər və yaxud da ki, produkt ola bilər. Bu bizim yəni özümüzün şəxsi datamız kimi deyil də, yəni kiçik deyil. Bu zaman məsələn biz datanı AI-ya ötürəndə bunun token limitini aşmış ola bilər. Yəni böyük ehtimal ki, aşacaq. Yəni AI ya öz AI-mızı qurmalıyıq, çox böyük bir model qurmalıyıq, ya da ki belə token limitini aşacaq. İkincisi isə maskingdir. Bu da ki, necə deyim, məsəl üçün hər hansı bir şirkət deyə bilər ki, mənim müştərilərimin datasını AI-ya ötürmə. Çünki AI open source-dur. Məsəl üçün ChatGPT-dən danışaq və yəni open source düzdür, amma onun tokenlarından istifadə edəndə, API-larından istifadə edəndə, biz ona məlumatı ötürəndə biz bilə bilmirik o məlumatdan necə istifadə edir, kimlərə ötürür və yaxud da ki, yəni bu bizim öz lokalımızda deyil deyə biz buna yəni əminlik verə bilmirik. Buna görə də şirkətlər biraz tərəddüd eləyir ki, bizim məlumatlarımızı məsələn AI modellərinə atma. Ya özün AI modeli qurmalısan lokalda, ya da ki dataları masking eləməlisən. Yəni birbaşa müştərilərin datasını AI-ya ötürə bilməzsiniz bu formada. Yəni biraz iş sahəsində AI öyrənmək fərqlidir AI-dan. Əgər AI üzrə işləmək istəyirsinizsə, fikirləriniz varsa,
Biraz fərqlidir. Təbii ki, iş Necə? sahəsində biri var konkret iş kimi, yəni hansı bir müəssisəyə işçi kimi getmək, bir də var müəyyən xidmətlərlə Bəli, xidmət bəli. göstərmək. Əslində həqiqətən çox gəlirli bir sahədir. Çünki sistemlər ehtiyacı olan bir şeyi satırsınız. Yəni bir sistemin qiyməti tutalım ki 200, məsəl üçün aylıq 400 manatdır. Ortalama qiyməti 400 manatlardan falan bir başlayır. Bir sistemin qiymətini 400 manata satsınız, xüsusi chatbot sistemini. Yəni onun xərci aylıq 100 manat, 200 manat maksimum eləyir, 100 manat, 150 manat pul eləyəcək. Qalan pul hər ay sizə gələcək. Yəni siz bir dəfə sistemi satsaz, siz hələ belə kiçik konfiqurasiyalarla hər ay 300 manat bir şirkət üzərindən götürə biləcəksiniz. Yəni dövr AI dövrüdür. Mən özüm Veysəloğlu şirkətlər qrupunda işləyirəm. Yəni görürəm ki, böyük şirkətlər AI-nin tətbiqinə keçirlər. Düzdür, biraz tərəddüd eləyirlər. Hələ də AI tam inkişaf eləməyib. Yəni insan nəzarəti olmalıdır. Amma yenə də böyük şirkətlər başlayıblar keçməyə. Ən azından təcrübəçi kimi götürürlər. Banklar olsun və yaxud da ki, başqa şirkətlər olsun. Amma Azərbaycanda hələ də yenə deyim, yaxşı inkişaf eləməyib. Yəni yavaş-yavaş inkişaf edir. Təbii ki. Yəni bu sahədə indidəndən yerini tutanlar mənim fikrimcə yəni gələcəkdə yaxşı olacaq məncə onlar üçün. Necə Bu deyim? AI sahəsində yəni həqiqətən inkişaf etmək çox qəşəng olacaq. Yoldaşlar, indi biraz praktik hissəyə keçmək istəyirəm sizlərlə bir yerdə. Bu danışdıq AI agentlərdən, belə agentlər var, elə agentlər var. Bəs görək bu agentlər həqiqətən hardadır və necə qurulur? Deməli sizə bir biraz əvvəl N-Etin haqqında danışdım. N-Etin üzərindən quracağıq biz bu agentləri, digər platformalarda da qurmaq olar. Bura gələcəksiniz, yazacaqsınız N-Etin AF. Burada siz indi yeni sizdə mən bu birbaşa N-Etin özündən göstərmək istəyirəm sizə. N-Etin yazıb giriş eləyəcəksiniz. Burada sadə bir qeydiyyat paneli var, sign in yuxarıda, yaxud get started eləyib. Sadə şəkildə qeydiyyatdan keçəcəksiniz və artıq sizin 14 günlük pulsuz bir hesabınız olacaq. Siz 14 gün ərzində, yəni istədiyiniz bir şey eləyə biləcəksiniz burada rahatlıqla. Artıq 14 gündən sonra artıq pulu versiya keçir və siz artıq ödəniş eləməli olacaqsınız. Amma test bölməsindəsə, yeni yoxlayırsınızsa, ilkin mərhələlərdə özünüz belə şey eləsəz daha yaxşı olar. Yeni hesablar açıb yoxlasaz, sonra artıq pullu modellərə falan keçsəz. Aha, deməli siz N-Etini açdığınız zaman qeydiyyatdan keçəndən sonra sizi belə bir ekran qarşılayacaq N-Etində. Burada bizim statistikalar falandır, neçə saniyə cavab verir, necə olur falan. Bu aşağıda mənim qurduğum iş axınları var. Bu sizdə boş olacaq. Çünki siz yeni başlamısınızsa, burada heç bir iş axını görməyəcəksiniz. Bu yanda isə bizim home, burada sadə bir şeylər, burada çox istifadə eləməyəcəyik. Bizi əsas maraqlandıracaq şey burada. Yuxarıdakı bizim Create Workflow düyməmiz olacaq ki, burada biz yeni iş axınları yarada biləcəyik. Workflow dediyim elə iş axınıdır. Aha, sonra sizə indi bir sadə iş axını yaradaq. Sonra şirkətlər üçün qurduğum müxtəlif iş axınları ilə prosesləri necə avtomatlaşdırdığımı falan da göstərəcəm ki, sizin beyninizdə bu avtomatlaşdırma və AI prinsipləri tam şəkildə otursun. Gəldim bura, bastım Create Workflow-a yuxarıdan. Açılan kimi belə bir səhifə bizi qarşılayır. Boş bir səhifədir. Sadə bir taxtaya bənzəyir sanki. Bölüb keçilə bilirsiniz. Burada gördüyünüz kimi Add First Step yazıb. Yanlarda da məsəl üçün burada Save düyməmiz var. Burada iş axını quracağıq, sonra save eləyəcəyik. Burada yaxınlaşdırıb uzaqlaşdırma. Bu yanda isə elə bunun eynisidir. Bu plus eyni şeyi ifadə eləyirlər. Və burada tarixçəmiz var. İndi isə biz başlayacağıq bu iş axınını qurmağa. Biraz əvvəl isə dediyim kimi bizə ən birinci addım lazımdır. Biz nədən başlayacağıq? Yəni bizim ilk addımımız nədən ibarətdir? Gəlin ilk addımı müəyyən edək. Bura basan zaman, plusa basan zaman bir çox addım başlayır. Yəni ki, sən deyir ki, nə olsun ki, bu iş axını başlasın işləməyə. Bu alqoritm başlasın işini həyata keçirməyə və cavab verməyə. Burada bir çox şey var. Telegramdan gələn mesaj olanda cavablasın, neynəsin falan. Amma bizim seçəcəyimiz şey hal-hazırda 10 chat message olacaq. Bu nə deməkdir? Buradan çıxıram. Back to canvas. Deməli 10 chat message seçdik. Bu özü chatlaşmaq demək, yəni mesaj yazmaq deməkdir. 10 chat message. Sadəcə mesaj qəbul eləsin burada və başlasın işləməyə. Baxın burada open chat edirəm. Burada gördüyünüz kimi belə bir ekran açılır. Bura istədiyim mesajı yazıram. Görə bilirsiniz ekranı. Aha. Salam yazdım. Gördüyünüz kimi salam yazdım və burada yaşıl bir tik yandı ki, burada artıq məlumat qəbul olundu.
Yəni bu məlumatın içərisinə girəndə mən görə bilirəm ki, burada salamım artıq həyata keçib burada real həqiqətən. Aha, əla. Burada çata hər dəfə girib yaza bilərəm istədiyim bir şey. Yenidən açaram bu çatı. Necəsən yazaram. Gördüyünüz kimi necəsən də burada artıq deyir ki, belə bir ID-də falan qeyd olundu. Aha, bu hal-hazırda heç bir şey eləmir. Sadəcə verilən mesajı qəbul edir. Biz bu gün burada buna AI agent qoşacağıq və AI agentin bizim verdiyimiz sualları cavablamağını təmin edəcək. Özü də restoran üçün, hər hansı bir restoran şəbəkəsi üçün. Aha, bunu açıldı, bizdə bu ekran açıldı, əla. Deməli, indi məsələmiz nədir? Burada gələn mesajdan sonraki addımı müəyyən etməli. Yəni, okey, burada mesajı qəbul elədim, bu iş axını başladı işləməyə. Amma bundan sonra nə baş verəcək ki, bu işləməyə davam edəcək? Burada gördüyünüz kimi plus işarəsi gəldi avtomatik olaraq. Buna klik edən zaman mən bura AI agent əlavə edəcəm indi. Burada AI-yə keçəcəm. Buradan da AI agent gördüyünüz burada. Əlavə edəcəm və burada heç bir şey toxunmuram, sadəcə geri çıxıram buradan və gördüyünüz kimi AI agentim əlavə olundu və artıq mənim chatdan gələn mesajı qəbul edən bir AI agentim var. Amma sizə biraz əvvəl qeyd etdiyim kimi AI agentin əsas 3 xüsusiyyəti var. Burada qeyd eləmişdim. Beyin, yaddaş, alətlər. Bu gün biz beyinlə yaddaşı quracağıq. Aha. Beyin, yaddaş, alətlər. Beynimiz chat moduldur. Yəni LLM modeli, hər hansı bir ChatGPT mi olar, Gemini mi olar falan. Bir çox model var. İstədiyinizi istifadə edə bilərsiniz. Chat modeli plus eləyəcəm. Birinci chat modeli qoşmalıyam. Çünki plus eləyəcəm. Buradan gələcəm. OpenAI seçəcəm. Seçdim. Burada model tələb eləyir məndən. Uyğun modeli də seçəcəm. 410 mini. 410 mini seçək. Biz yaxşı modeldir. Və çıxıram buradan geriyə. Back to canvas yuxarıda gördünüz. Aha, artıq bir chat modulum var. Yəni bunun artıq beyni var. Bu işləyəcək. Amma bu heç bir mesajı xatırlamayacaq. Heç bir şey bilməyəcək ki, bundan əvvəl nə danışmışıq. Biz o problemi həll etməliyik. Necə həll edəcəyik yoldaşlar? Burada görüş gedirmi, hər şey qaydasındadır, bir baxın bir. Aha, əla. İstəyirsən də real nümunə göstər də, bir dənə bir söz yaz. Ha, indi chat beyin əlavə edeyim, nümunə göstərəcəm. Beyni əlavə eləməmişdən, yazaq əlavə etməmişdən. Burada bir sən telefon qoyun bura. Kimsə qoşula bilməsə yaza bilər şey ki. Aha. Burada gördüyünüz kimi yoldaşlar belə bir ekranımız var. Bura gələcəm mən salam yazacağam. İndi. Baxın işləməyə başlayır bu ikisi yuxarıda və salam və Aleyküm salam Hockey Assistant today deyir. Yəni mən sənə kömək edə bilərəm. Çünki bu birbaşa bilmir biz Azərbaycan dilində mi dedik, hansı bir stildə dedik, necə bir şey dedik. Gəlin indi buna bir yaddaş da əlavə eləyək və sonra onun Azərbaycan dilində danışmağa başlayaq. Memory lazımdır. Bura klik edirəm. Simple memory seçirəm və heç bir şey toxunmuram burada. Bu 5 dənə son mesajı xatırlayacaq. Bizim ən son yazdığımız 5 mesajı. Burada bunu 10 da eləyə bilərik ki, bizim ən son yazdığımız 10 mesajı xatırlasın deyə. Çıxdım buradan. Bəli. Gördüyünüz kimi artıq bizim sadə bir AI agentimiz mövcud oldu. Bu AI agentin həm beyni var, həm əlində simple memory, yəni yaddaşı var. Hal-hazırda tool əlavə eləməyəcəyik. Sadə bir şey quracağıq çünki. Yaddaş həcmi əlavə eləmək mümkün olur. Yaddaş həcmi deyəndə necə bir şey məsəl üçün? Məsəl üçün nə qədər həcmdə məsəl yaddaşdan istifadə edə bilər? Onu burada siz limit qoyursunuz ki, istifadəçi məsəl üçün burada bu simple memory-də bu şeyi keçsə, limiti keçsə, avtomatik olaraq bloklasında yaza bilməsin. Çünki bu yazdıqca ona cavab verməlidir. Siz buradan bloklamalısınız ki bunu. Yəni burada bir addım əlavə eləməsi ki, blok eləsin ki, yəni yazmasın da artıq istifadəçi. Onu soruşmur məncə. Soruşur ki, məsələn, biz orada yaddaş verəndə bundan əvvəlki sualı xatırlayıb bizə cavab verir də. Onu soruşur ki, biz onu necə artıra bilərik ki, məsələn 10 dənə sualı yadında saxlasın, bizə cavab versin. Məncə onu Burada soruşur. siz hal-hazırda biz sadə bir səviyyədən danışırıq deyə burada simple memory əlavə eləmişik. Amma developer yönümlü olsa, burada biz SQL falan əlavə eləyə bilərik. MS SQL falan. Ya da ki, PostgreSQL.
Bura Bu zaman biz elə bil ki, öz databazamızı əlavə bəli, eləyirik. databazamız var. Oradakı məlumatları öz databazamızda saxlayırıq. Bu simple memory odur ki, biz bu brauzer bağlayandan sonra, bu çıxandan sonra bu proyektdən o yaddan çıxır, hamısı silinib gedir. Amma biz bunları qalıcı olaraq saxlamaq istəyiriksə, bizim özümüzün databazamız olmalıdır. Bu MySQL olar və yaxud da ki, SQL fərqi yoxdur. Bir baza olmalıdır, Subbase də ola bilər. Bir baza olmalıdır ki, biz bu məlumatları orada saxlayaq. O zaman məlumatlar silinmir. Bəli, Nurlan tamamilə düz qeyd elədi. Əgər bu məlumatları xüsusi bir yerdə saxlamaq istəyiriksə, biz xüsusi bir yaddaş qoşacağıq bura, MS SQL falan. Burada da limiti özümüz sadə bir şəkildə müəyyən edə bilirik ki, neçə dənə mesajı yadda saxlasın bundan əvvəlki. Bura məsəl üçün mən gəlib 30-40 da yaza bilərəm, amma götürüb lap böyük rəqəmləri yazsam, təbii ki, işin keyfiyyətinə müəyyən qədər mane olacaq. Buranı 15 saxlamaq daha məsləhətdir ki, 15 dənə son mesajı xatırlasın və ona uyğun cavab versin. Aha. Deməli, biz Simple Memory-də qoşduq, Chat Model-da qoşduq. Əla, bizim artıq bir agentimiz var. Amma indi gəlin test eləyək, bu agent işləyirmi? Azərbaycan dilində danış deyəcəm. Dilində danış. Biraz yaxınlaşdırım mı sizin üçün görə bilərsiniz? Salam, sizə kömək edə bilmirəm. Amerikan paytaxtı harada yazar? Paytaxtı haradır? Paytaxt düz yazmalımı? Götürəcək təbii ki. Amerikan paytaxtı Washington şəhəridir. Burada mənə məlumat verir. Bu sizin kiçik bir giptiniz oldu sanki. Burada artıq sizin üçün özəl şəkildə bu burada işləyə bilər. Bəs bunun giptidən necə fərqləndirəcəyik? Bunu restara necə təqdim eləyəcəyik? Restoranı məsəl üçün məndən istəsə bunu falan. Gəlin indi o hissələrə biraz toxunaq. Bura kimi sizdə qarışıqlıq yaradan bir şey varmı? Beyninizdə nəsə qarışıqlıq yarandı mı bura kimi? Bir sualınız varmı? Yoldaşlar. Yoxsa davam edeyim elə. Aha. Onda mən davam edirəm yoldaşlar ilə qaldığım yerdən. İndi gəlin bunu real bir case üçün istifadə edək və tətbiq edək. Biraz əvvəl sizlə bir yerdə bu AI agentin içərisinə girdiyimiz zaman demişdim ki, burada hələ ki konfigurasiyalara falan biz dəyişmək istəmirik. Amma indi biz nə edəcəyik? Biz bir restoranımızın məlumatlarını bura əlavə eləyəcəyik. Yəni onun nə vaxt açılır, necə açılır, AI agent müştərilərlə necə danışmalıdır, nələr etməlidir falan. Bunların hamısını indi bir-bir əlavə eləyəcəyik. Bu iki hissəyə toxunmuruq. Bu iki hissə bizdə olduğu kimi qalır. Çünki biz artıq bunu qoşmuşuq buna. İndi biz bura sistem promptu əlavə eləyəcəyik. Add option-a girəcəm. System message. Bu sistem promptu bizim agentə verdiyimiz təlimatlardır. Yəni ki, agent necə danışmalıdır, nələri bilməlidir, hansı formada müştəri ilə əlaqə saxlamalıdır. Bunların hamısını burada qeyd edirik. System Messenger klik elədim və məndə belə bir ekran açıldı. Bu ekranın içərisində artıq mən ona təlimatlar verirəm. Məsəl üçün, gəlin sadə bir təlimat verək. Sənin adın Nərgizdir deyək. Yaxınlaşdırım biraz. Nərgizdir. Sadə bir təlimat verib, sadəcə adını dedim ki, sənin adın Nərgizdir. Bunu çıxıram buradan, gəlin açaq open chat-ı elə deyək, sənin adın nədir? Adın nədir? İstəyirəm addım göstərim ki, sizə tam aydın olsun burada necə işlədiyi. Mənim adım Nərgizdir, sizə kömək edə bilər. Yəni gördüyünüz kimi biz artıq konkret olaraq təlimat vermiş oluruq ona. Yenidən qayıdıram bura. Bura artıq restoran haqqında olan məlumatları əlavə edəcəm. Açıram bunu böyük ekranda və bura başlayıram restoran haqqında olan məlumatları. Sənin adın Nərgizdir. Eyvan restoranı deyək. Eyvan restoranının rəqəmsal köməkçisisən. Gələn müştərilərin suallarını cavablayırsan. Gələn suallarını biraz yaxınlaşdırım, cavablayırsan. Aha. Gələn müştərilərin suallarını cavablayırsan. Səmimi və mehriban ol. Və mehriban ol. Aha, səmimi və mehriban ol dedim. Artıq buna bir təlimat verdim ki, bunun rolu nədir, necə işləyəcək, nələr eləyəcək.
İndi isə buna biraz restoran haqqında məlumat verməliyəm ki, mənim müştərilərim məndən restoran haqqında məlumatları soruşmaq üçün yazır da. Restoran haqqında o məlumatları bu bilsin və müştərilərlə danışıb onlara bu məlumatları təqdim edə bilsin. Gəlin restoran haqqında məlumatları yazaq. Restoran haqqında məlumatlar. 2 nöqtə qoyuram və burada artıq restoranımın haqqında olan məlumatları başlayıram yazmağa. Ünvanı yazaram ilk öncə. Sadə bir şey quracağıq. 1-2 dənə əsas кейslərə toxunum, sonra test edək. Ünvanı yazaq, məsəl üçün Azadlıq prospekti 75. Bravo'nun yanı məsəl üçün. Bunun yanı. Okay. Bunu yazdıq, ünvanı yazdıq. Bundan sonra biz əlaqə məlumatlarımızı qeyd edə bilərik. Rezervasiya üçün məlumatlarımız yazaq elə, rezervasiyanı zaten şey edəcək. 2 nöqtə qoyuram, yazıram bura random bir nömrə, plus 994 99 99 30 30. Aha. Belə bir nömrəmiz var. Bunu birləşik də yaza bilərdik. Yaxud da ki, email ünvanımızı da istəsə yaza bilərik. Aha. Bunu da yazdıq. İndi bizim mətbəximiz haqqında da qısa bir məlumat verək bu agentə. Burada mətbəxi falan ətraflı yaza bilərik. Burada bu agentə bir çox məlumatları əlavə edib yaza bilərik. Yəni burada xüsusi böyük bir data yoxdursa, limitimiz yoxdur belə. Əllə yazacağımız bir çox şeyi buraya yaza bilərik. Amma sizin artıq restoran haqqında yaxud böyük bir müəssisə haqqında bir məlumatları bura import eləmək istəyirsinizsə, onun artıq xüsusi yolları var. Onları xüsusi əlavə etmək üçün toollar falan var ki, onları əlavə edəcəksiniz və o restoran haqqında olan hər şeyi biləcək. Amma biz burada sadə bir şey eləyirik. Məsəl üçün böyük bir datamız yoxdur deyə elə sadə bir restoran üçün, kiçik bir restoran üçün mətbəxini yaza bilərik, əlavə, əlaqəsini yaza bilərik falan. Məlumat verə bilərik. Siz dediyiniz halda artıq Python olmasının fərqi yoxdur. Aşı proqramingə girir də, onda böyük dataları götürmək üçün. Proqramingə qətiyyən getmir burada. Burada sürüklə burax texnikasıdır. Bunu import eləmək üçün siz əvvəl xüsusi bir, bu yanda buna oxşar başqa bir agent qurmalısınız. Agent deməyək də belə embed eləməlisiniz. Yəni ki, məlumatları strukturlaşdırıb bir yerdə saxlamalısınız aşağıda. Sonra bu agent onlara müraciət edib onların içərisindən tapa bilməlidir onlar. Yəni indi biraz qəliz gələ bilir, amma burada heç bir proqramlaşdırmanın xüsusi kodlarından falan istifadə olunmur. Burada gördüyünüz ki, mən heç bir kod yazmadım. Sadəcə bunları birləşdirdim. Uyğun bir-iki dənə konfiqurasiyanı yazdım. Bu seminarda onu eləyəcəksiniz, yoxsa yox? Çatdırmayacaq, çünki çox ətraflıdır. Yəni N8 həqiqətən böyük bir platformadır. Burada bizim 1 saata falan çatdıra biləcəyimiz ən sadə iş axınlarından biri budur. Burada çox böyük iş axınları qurmaq olar. Bir dənə sual verim. Burada dediniz, məsələn, fayllar falan əlavə eləyə bilərik. Bu RAG anlayışına gedir, çıxır yoxsa? Bəli, RAG anlayışına gedib çıxır. Biz Retrieval Augmented Generation formatında bir faylları RAG-a, yəni Vector Store-a keçiririk. Vector Store-u alət kimi bura əlavə edirik ki, hər dəfə Vector Store-un arasında bu axtarış eləyə bilsin. Yəni getsin məlumatları tapsın, istifadəçiyə bu məlumatlar haqqında məlumat versin falan. Bir sual verə bilərəm? Bəli, buyurun. Buradakı bu ChatGPT-ni məsələn hansısa bir öz saytımızda, şəxsi saytımızda inteqrasiya eləmək olar yoxsa? Bunu, bəli, bu N8-də olan agentləri xüsusi saytlara inteqrasiya eləmək olar. İndi məsələn göstərəcəm ki, sadə bir saytı özü verəcək indi bizə. Biz orada müştərilərimizə onu təqdim edə bilərik. Onu da göstərəcəm necə eləmək lazımdır. Çox sağ ol. Aha, başqa bir sual yoxsa davam edeyim. Aha, yoldaşlar, davam edirəm ona qaldığı yerdən hər şey. Deməli, burada indi mətbəximizi yazıram. Restoranımızın yeməkləri yazaq. Bir-iki yemək yazacağım, kifayət edəcək. Burada məsələn mən yazdım ki, Azərbaycan və Gürcü mətbəxi. Gürcü mətbəxi. Mətbəxinin bir çox təamları. Aha.
yazdım ki buna Azərbaycan və Gürcü mətbəxinin bir çox təamları falan artıq bizim sadə bir agentimiz mövcuddur. Mən burada seminarımızın vaxtı çox da uzun deyil deyə sadə bir şey yazdım. Burada müəyyən qədər uzun şeylər də yaza bilərsiniz ki, restoran nə vaxt açılır, nə vaxt qapanır. Onu da yazaq istəyirsinizsə. Restoran fəaliyyəti Üzr istəyirəm, seminarın müddəti nə qədərdir? 1 saata yaxın olacaq. Yəni 9-un yarısı bitəcək. Bəli, 9-un yarısına yaxın. Oldu. Çox sağ ol. Restoran fəaliyyətini yaza bilərik ki, restoran fəaliyyəti səhər 9:00-dan 9:00-dan axşam 21:00-a kimi. Всё, sadə bir agentimiz artıq bizim var. Gəlin indi bunu test eləyək. Açdım bunu, gəldim bura, open chat eləyirəm. Biraz əvvəl kimi. Burada silə də bilərəm, il davam da edə bilərəm. Siləcəm mən. Sildim, artıq tam şəkildə görə bilirik. Bir saniyə. Bura gəlib yazacağım salam ilə. Sıfırdan bir dialoq yaşayaq bundan. Görək bu nə deyəcək bizə. Salam necəsiz? Sizə kömək edə bilərəm. Mənə sizin restoranın yeməkləri maraqlıdır. Restoranın yeməkləri maraqlıdır. Təklif etdiyimiz yeməklərə Azərbaycan Gürcü mətbəxinin bir çox ləzzətli təamları daxildir. Məsələn, dolma, plov, xaçapuri falan bunları deyir. Hər yeməyimiz təzə ingredientlərdən hazırlanır. Hər hansı xüsusi yemək haqqında sualınız varsa məmnuniyyətlə cavablayaram. Yazaq ki, mən sizin restorana gəlmək istəyirəm. Əla. Mən sizin restorana gəlmək istəyirəm. Gəlmək istəyirəm. Hardadır? Bizim restoranımız Azadlıq prospekti 75-də Bravonun yanında. Sizi gözləyirik. Hər hansı bir sualınız olsa çəkinmədən soruşa bilərsiniz. Gəlmək istərsə rahat olun. Aha, buna yaza bir dənə də biz tarixlərdə yazmışdıq ki, nə vaxtda kimi açıq olur. Yazaq ki, məsəl üçün neçədə gələ bilərəm? Saat neçədə gələ bilərəm? Bizim restoran 9-dan 21:00 kimi fəaliyyət göstərir. İstədiyiniz vaxt gələ bilərsiniz. Hər hansı bir yoldaş varsa, əgər xüsusi bir sual vermək istəyirsə, burada onu yazıb yoxlaya bilərik. Yoldaş hər hansı bir olmayan sualı verə bilərik. orada olmayan necə bir sual verək məsəl üçün? Kənar restoran haqqında verək yoxsa ümumi bir şey? Restoran haqqında hansı ki, orada məlumatı qeyd eləməmişik. Burada yoxdur hansı ki, hə? Gəlin yazaq məsəl üçün. Restoranda parkovka var, Burada qeyd eləməz məlumatları ki, konkret məsələn mən burada yalan danışma falan qeyd eləməmişəm. Hal-hazırda halşinası görə bilər ki, restoran parkovkası var. Yazmamışıq da parkovkanın olub olmadığını. Onu qarşısını almaq üçün burada sistem promptdan yazırsınız ki, yalan danışmasın. Aha, yəni qəti şəkildə səhv məlumat verməsin, bilmədiyi məlumatı desin ki, mən bilmirəm. Restoranın parkovkası varmı? Parkovkası varmı? Yazdım bunu. Bəli, restoran yaxınlığında park etmə imkanınız var. Rahatlıqla gələ bilərsiniz. Başqa sualınız varsa məmnuniyyətlə cavablayaram. Başqa bir sual istəyirsinizsə verim. Bu məsəl üçün müəyyən qədər halüsinasiyalı cavabdır. Tam düzgün cavab deyil. İndi istəyirsən orada denən ki, yalan danışma, səhv məlumat vermə, təzədən bu sualı ver. Aha, burada gəlin yazaq onu. Bilmədiyin suallarda bilmədiyin. Qeyd yazaq əvvəl. Qeyd. Yaxına gətirim biraz. Aha, qeyd yazdım 2 nöqtə. Bilmədiyin sualları qətiyyən cavablama. Qeyd et ki, restoranın əlaqə nömrəsi ilə əlaqə saxlasınlar. Yazsınlar. Aha, indi gəlin elə eyni sualı verək ya da başqa bir sual verək. Fərqli. Restoranın ölçüsü nə qədərdir?
Ölçüsü deməyək də belə, ya park eyni sualı verək də. Görək biz daha olsun nəsə görəcəkmi yenə, yoxsa restoranın parkovkası olacaq sizdə yazdım. Bağışlayın, restoranınız parkovkası haqqında dəqiq məlumat yoxdur. Xahiş edirəm bu sualı dəqiqləşdirmək üçün bizim əlaqə nömrəmizə yaza bilərsiniz. Sizin üçün ən yaxşısını təmin etmək istəyirik. Aha. Bu cür yoldaşlar. Burada gördüyünüz kimi artıq agentimiz cavab vermədi. İndi istəyirəm ki, sizə bu agenti necə müştəriyə təqdim edə bilərsiniz ən sadə versiyasında. Burada çox sadə bir agent qurduq. Demək olar çox funksionallıq falan heç bir şey yoxdur. Sadəcə bir restoranımız haqqında məlumat verir. Aha, gəldik bura, açdınız bu chat nodunu. Bu nod adlandıracağıq hər bir addımı. Bu addımların hər biri noddur ayrı-ayrılıqda. Gəlib açacaqsınız chat nodunu. Buradakı bu klikə klik edəcəksiniz. Buradakı make chat available. Bunu klik edəndən sonra sizə xüsusi bir link təyin edir. Yəni ki, bu linki siz müştərilərlə, yaxud da ki, yoldaşlar kimlənsə bölüşüb, dostlarınızla falan bu təmin edə bilərsiniz ki, onlar buna yazsın və cavablar alsın. Bu linkə klik edib kopyalayıram bunu. Burada bir əsas məqam var ki, bu iş axını mütləq aktiv olmalıdır. Çünki bu aktiv olmasa, bunu yoxlama üçün edirik hal-hazırda biz Open Chat-la. Bu artıq hazırdırsa, bunu mütləq aktivləşdirməliyik ki, bu işləyir tam. Yuxarıdan. Aktivləşdirdik. Biraz əvvəlki linki gəlib yapışdırıram bura, kopyaladığım. Gördüyünüz kimi belə bir chatbot açıldı. Gəlin bura salam yazaq. Siz kimsiz yazaq. Yəni, siz kimsiz. Aha. Mən Eyvan restoranının rəqəmsal köməkçisiyəm. Adım Nərgizdir. Müştərilərin suallarını cavablandırmaq üçün buradayım. Sizəcə kömək edə bilərəm. Gördüyünüz kimi artıq biraz əvvəl qurduğumuz həmin iş axını burada tam şəkildə işləyir və bizim müştərilərimizə cavab verir. Okay, burayla bağlı başqa bir sualınız yoxdursa, mən sizə digər iş axınlarını da göstərim, nələr qurmaq olar, necə satmaq olar. Mən bir sualım var idi. Bəli, buyurun. WhatsApp biznesə inteqrasiya eləmək olur. Bəli, məsləhətnamə deyə bilərəm, onu da yaza bilərsiniz inteqrasiya olunan. Bizdə bir nömrə var, o tam artıq production-a çıxacaq, klinika üçün hazırlanıb. Amma sadə bir şey görmək istəyirsinizsə, tapım onu sizə göstərim. Aha. Bu WhatsApp üçün qurduğum ən sadə bir şeydir. Buradasın çox qəribə şeylər qurmaq olar. WhatsApp üçün qurmuşuq da. Sadəcə bu Innate-də deyil bu. Mənim hesabımda deyil, digər hesabdadır. Nömrəni də deyə bilərəm. Bu nömrəyi yazıb elə-belə soruşa bilərsiniz. Mənim haqqında məlumat verir, yəni WhatsApp-da. Nömrə də belə idi. 077 724 2538. Səhv eləmirəmsə belə idi nömrə. Bu nömrəyi yazıb məsəl üçün sual danışa bilərsiniz biraz. Bu nömrə mənim haqqda məlumat verən bir chatbotdur, bu chatbotdur. Bu yazsaz ki, salam necəsiz falan, mənim haqqda danışacaq ki, mən Action tərəfindən yaradılmışam falan filan. İnteqrasiya eləmək olar. Telegrama inteqrasiya eləmək olar, hər şey inteqrasiya eləmək olar. Aha yoldaşlar, baxın, sizə göstərim necə agentlər qurmaq olar. Məsəl üçün, müştəri xidmətlərini qarşılayan sadə bir agentdir. Burada da çox qəliz deyil. Kifayət qədər qəliz agentlər var, WhatsApplar üçün falan üçün. Bu hesabımda yoxdur sadəcə. Burada sonra viza generasiya edən modellərimiz var ki, mən buna hətta sayt da qurmuşdum. Saytı da qalsa göstərə bilərəm. Aha, burada elə bir siz şəkli atırdınız, o sizin üçün şəkli yenidən generasiya edirdi. Sanki ChatGPT falan kimi, digər Nano Banana modelləri kimi videoları yaradırdı, özü prompt yazırdı falan, hər şey özü edirdi. Burada yəni bir çox iş axınları eləmək mümkündür. Yəni demək olar sizin düşündüyünüz bir çox şeyi bu Innate-də avtomatlaşdırıb rahatlıqla istifadə eləmək olar və bunları müxtəlif şirkətlərə təqdim edib, onlarla birbaşa əməkdaşlıq edə bilərsiniz, oralara işçi kimi gedə bilərsiniz, yaxud başqa bir şey, yəni hər hansı bir təkliflərə rahatlıqla açıq ola bilərsiniz. Ya da birbaşa işçi kimi gedib orada onların istədiyi prosesləri avtomatlaşdıran işləri qura bilərsiniz yoldaşlar. Hər hansı bir sualınız varmı yoldaşlar? Gəlin biraz sizlə kiçik bir müzakirə eləyək və bugünkü mitimizi sonlandıraq. Aha. Bəli yoldaşlar. Burada
müştərilər yazmağa, indi hamı yazmağa biraz ərinir. Onun yerinə məsəl üçün danışmağı qoymaq olardı da. Bəli, səs atmağı qoymaq olar. Danışmaq hal-hazırda Azərbaycan dilində çox da yaxşı modellər yoxdur deyə belə birbaşa zəngli danışmağı deyirsinizsə. Hal-hazırda Azərbaycan dilində yaxşı danışan yoxdur deyə onu eləmək biraz da çox da mənalı deyil. Amma səs atırsınız, o səs atırsınız falan, o yaratmaq olar. Onlar çətin deyil əslində çox da Telegramda falan. Rahatlıqla səslə danışan agentlər, yaxud şəkili atırsınız, şəkili analiz edirsiniz, onunla danışırsınız falan. Yəni rahat ChatGPT-yə tam bənzər bir çox agentlər qurmaq mümkündür yoldaşlar. Məsələn, Telegram kanalı istəsək qoşmaq, onu necə qoşmaq olar onu? Telegram kanalına qoşmaq ayrı bir şeydir. Telegramı bot yaradıb ona qoşmaq da olar əslində. Əsasən bot yaradıb ona qoşurlar. Botu yaradıb qoşmaq üçün burada bir 20-30 addımlıq bir proses var da. Telegramda siz yeni bir bot yaratmalısınız. Həmin botun uyğun keylərini, yəni ki, uyğun ayarlarını NAT-nə inteqrasiya edirsiniz və artıq başlayır Telegramdan üzərindən işləməyə. Məsəl üçün Telegram üzərindən Telegram mən deyəsəm bu kompüterdə yoxdur, yoxsa sizə göstərərdim Telegramla bağlı bir şeydə. Bundan əlavə məsəl üçün biz bunların təlimlərini də keçirik. Sizsə maraqlı olarsa elə mən qrupdasınız hamınız məncə. Bir çox adam qrupdadır. Qrupda olmayanlar da LinkedIn-dən gələ bilər, digərlərdə. Oradan mənə əlaqə saxlaya bilərsiniz. Sizə təlimlər falan maraqlı olarsa, bunlar haqqında müzakirə edə bilərik. Yaxud da ki, sizin hər hansı bir sualınız olsa, ümumiyyətlə NAT haqda, başa düşmədiyiniz bir şey haqda mənə rahatlıqla ünvanlaya bilərsiniz. Ya LinkedIn üzərindən, ya da ki, elə WhatsApp qrupumuza atıb mənə şəxsdə də ata bilərsiniz. Problem yoxdur o haqda da. Salam, hər vaxt xeyir. Salam, hər vaxtınız xeyir olsun. Bir sualım olacaqdır, çox sağ olun məlumatı görə izah elədiniz. Əsas sualım bundan ibarət. Məsələn, mən Facebook qruplarında falan görürəm, bu NAT-dən işlərinə məşğul olan insanlar olur, əsasən Hindistanlılar falan. Onlar məsələn linklər paylaşırlar, Gumroad saytlarında və yaxud digər platformalarda. Məsələn, NAT-dən 2000-3000 workflowlar hazırlayırlar. Onu bir paket şəklində satırlar, məsələn $20, $600 falan. Yəni onu yükləyib onlardan hazır şablon kimi istifadə etmək məntiqlidir, yoxsa yəni özümüz yaratmağımız daha üstün. Çünki onların məsələn baxıram qiymətləri müxtəlif olur, biri $50 olur. Biri deyir məsələn mən daha mürəkkəb formalı bir şeylər yaratmışam, $100 falan, yəni bu tipdə. Təbii ki, çox maraqlı, çox qəşəng bir sualdır. Burada NAT-in öz interfeysində onu sizə 5000-ə yaxın desən, dəyişmirsə 5000-ə bilmirəm nə qədər. 5000-ə yaxın, yəni 6000 olur hətta. 6000-ə yaxın, bax bura bastım mən, bu yanda olan template-ə. 6000-ə yaxın sizə pulsuz və pul təqdim elədiyi bir çox iş axınları var. Burada olan Üzr istəyirəm, ekranınız görünmür sizin, ancaq siz görünür. Paylaşmayandan çıxıb gözləyim. Hə. Burada baxın NAT-nə gələndə sizdə bir saniyə ekran dondu deyəsən. Hə. Burada NAT-nə gələndə bu yanda templates bölməsi var. Siz buna klik edən zaman burada baxın 5000 dənə iş axını var. 5828 dənə. Sizin istifadə edə biləcəyiniz. Yəni kimdənsə almaqdansa burada olan iş axınlarını istifadə etmək daha uyğundur. Burada çoxu pulsuzdur elə. Mən bilirəm demək hamısı pulsuz olmalıdır. Bir ikisi bəlkə pullu falan ola bilər. Burada 5000 dənə iş axını var. Siz istədiyiniz bir key yazırsınız. Yəni key deyəndə məsəl üçün siz nə ilə bağlı bir şey istəyirsiniz? Support yəni məsəl üçün dəstək xidmətləri. Burada supporta aid 457 dənə iş axını var. Siz bu 457 dənə iş axınını rahatlıqla inteqrasiya edə bilərsiniz. Bura gələcəksiniz. Buradan use for free klik edəcəksiniz və sizin NAT hesabınıza düşəcək o. Burada məsələn əlavələr eləmək olur. Məsələn, bəli, siz bunu use for free eləyən kimi siz istədiyiniz əlavə zaten siz quracaqsınız bunu təzədən. Bütün credentialları, hər şeyi siz burada şey eləyəcəksiniz, necə deyirlər. İdarə edəcəksiniz. Baxın, mən burada girib hər şeyi dəyişəcəm, amma burada dəyişə bilmirəm çünki istifadə eləmirəm. Məndə bu hesab yoxdur hal-hazırda NAT-də, qeyddən keçməmişəm. Cloud olan hesabımda. Hə, istədiyiniz bir şey dəyişə bilərsiniz, falan eləyə bilərsiniz. Belə, yəni onu almaqdansa burada olan pulsuz axınlarını istifadə eləmək olar. Almaq nə zaman lazım ola bilər? Mən düşünürəm ki, yəni almaq sizin xüsusi alanınızda bir sistem var, kimsə o sistemi konkret qurub bildiyiniz. Yəni konkretsə lazımdır, onu qura bilmirsiniz, tapa bilmirsiniz. O vaxt o adamdan xahiş edə bilərsiniz, yaxud o satırsa ondan almaq olar. Yoxsa yəni hazır sistemlər zaten pulsuz var, almağa ehtiyac yoxdur. Məncə o biraz lazımsız bir şeydir. Yəni orada minlərlə workflow var, bəlkə də heç
bilsə lazım deyil. Prosta yalandan oradan buradan tapıblar, şey eləyirlər. Dəqiq bilmirəm, almamışam açığı, amma məncə mənasız bir şeydir. Çünki mənası olsa o qiymətə satmazlar o boyda Workflow. Təbii ki, ola bilər. Bəs bu AI agentlərlə RPA-ların əsas fərqi nədir? Bir də bu qurma zamanı, burada hər şey belə hazır üzrə template-lər varsa, bəs qurma zamanı hansı çətinliklərlə üzləşmək olur? Üzr istəyirəm, sualınızı tam eşidə bilmədim. Bir də təkrarlaya bilərsiniz sualınızı, internet zəif. AI agentlərlə indi ən çox biraz RPA-lar biraz dəbdədir. Yəni onlarla onların fərqini deyərdi zəhmət olmasa. ERP sistemi deyirsiniz, yoxsa bunu düz başa? Yox, RPA. Yəni onlar da agentlərə paralel olaraq istifadə olunur. Bir də ki, sualım o idi ki, bizə hazır template-lər var da workflow-ların. Yəni burada əsas quran zaman hansı çətinliklərlə üzləşmək olur? Burada NET-də əslən quradığınız zaman, məsəl üçün siz istəyirsiniz ki, WhatsApp-a inteqrasiya eləyəsiniz. WhatsApp-da orada müəyyən icazələr almalısınız. Çünki WhatsApp sizə birbaşa icazə vermir ki, siz onun nömrəsinə birbaşa öz agentinizi qoşasınız, istifadə eləyəsiniz. Çünki orada problem var ki, icazələr almaq o qədər də rahat deyil. İş axınlarını quran zaman alqoritmlər qurmaq lazımdır. O gördüyünüz o sadə bir iş axını idi, çünki onu çox rahat qururdu. O test amaclı idi. Amma siz artıq konkret bir müəssisə üçün, konkret artıq ixtisaslaşmış bir şey qurmaq istəyirsinizsə, onu çoxlu test eləməlisiniz. Onu qurmaq üçün sistem deyəcək ki, mənim datalarım nə bilim SQL-dədir. Siz onu uyğunlaşdırmalısınız onu. Yəni inteqrasiyaları eləməlisiniz orada hər bir şeyin. Bu da yəni kifayət qədər zaman alacaq və öyrənməli bir şeydir yəni. Belə deyim. Bir də ki, saytlara arxa fonda AI-yə necə inteqrasiya eləmək olur? AI, məsəl üçün bir sayt var məndə Lovable-da. Bilmirəm, Lovable-la tanışsınızsa, Lovable müxtəlif onlayn nədir? Kod, no kod şəkildə sizin bir çox platformalar qurmaq üçün istifadə edə biləcəyiniz bir şeydir. Burada mən kosmetika məhsullarının şəkillərini yenidən generasiya edir. Elə bir siz kosmetika mağazanız var, əlinizdə götürürsünüz bir kosmetika məhsulunu, şəklini çəkirsiniz və atırsınız bura, yüklüyürsünüz bura falan. Bu artıq sizin üçün professional bir şəkil yaradırdı ki, bax bunu Instagramda paylaşa bilərsən deyə. Bu hal-hazırda hesabımda pul yoxdur deyə bu işləməyəcək. Bu saytı mən NET ilə qoşmuşdum. Arxa fonda NET işləyirdi. Orada da webhook məntiqi var. Bu videolara falan siz YouTube-dan rahatlıqla baxa bilərsiniz. Gələcəksiniz bura, NET-in full kurs yazacaqsınız. NET ilə bağlı bir çox kurs falan var. NET-in full kurs yazacaq. Burada NET-in haqqında məsələn, əsas ingilislərdən çalışın istifadə edəsiniz. Çünki ingilislər biraz daha detallı izah edir. Türklərdə çox da yoxdur. Biz 5 saatlıq master class var burada. Bu Android 8 saat 26 dəqiqəlik falan. Bunları oturub hamısını izləməsəz də 2-3 saatlıq olanları falan izləsəz, məsəl üçün 2 saatlıq olanı, sizin kifayət qədər məlumatınız olacaq. Yəni bu saytlarla necə əlaqələndirmək olar falan. Amma yəni sadə bir səviyyədə birbaşa saytla falan əlaqələndirmək biraz sizə qəliz gələ bilər. Orada çox əzbərlərə yol verə bilərsiniz. Siz bu saytın arxa fonunda NET-in işləyir. Yəni sizin qurduğunuz workflow işləyir burada. Bu iş axınlı production-da idi. Sadəcə hal-hazırda hesabında pul yoxdur deyə o işləməyəcək. Şəkli generasiya eləməyəcək. Dəqiqəm onu tapım mən sizin üçün. Və bunlarda iş axınlar da hamısı ona uyğundur. Bir saniyə. Biraz əvvəl sizə göstərdiyim bu iş axındır. Photo Business V2. Baxın, bu iş axındır. Bunu aktiv edəməyəm. Baxın, bu iş axınıdır. Bu iş axını vasitəsilə orada olan bütün proseslər burada qəbul olunur. Burada bir başlayıcı var. Səhvən çıxdım. Burada bir başlayıcımız var. Gördüyünüz kimi. Bu saytla əlaqələndirilir. Webhook adlanır bu. Bu başlayıcımız var. Buna məlumatlar gəlir. Bu başlayır işləməyə, hər şeyi, dataları falan düzəldir və cavab kimi burada cavablandırır. Ki bu datanı göstərsin saytda.
Və biz bunun saytla əlaqələndirə bilirik bu formada rahatlıqla. Belə başa düşdüm ki, istər no-code tool-la yaradaq o saytı, istər proqramlaşma dili ilə fərqi yoxdur. Yəni Bəli, arxa fonda biz hər hansı bir agent yaxşı RP-yi qoşa bilərik. Hə, təbii ki, qoşa bilərsə Init-in rahatlıqla orada agent ola da bilər, olmaya da bilər. Init-ində başqa avtomatlaşdırmalar da var. Yəni Init-in çox böyük bir skopu əhatə edir, çox böyük bir müştəri kütləsini əhatə edir. Orada siz heç AI istifadə eləmədən belə çox Onu deyəcək. sistemlər qura bilərsiniz. AI olmadan belə məsələn orada workflow-lar qurmaq olur. Bəli. AI agent istifadə eləməyin, başqa bir sistem qurun. Məsəl üçün nəyisə çıxartsın, hesablasın, eləsin. Götürüb onu quracaqsınız. Orada hətta kod da yazmaq olur. Bu biraz daha səviyyədir. Siz artıq kodlardan istifadə edirsinizsə, müxtəlif yerlərdə lazım olar. Python kodlarından da, JavaScript kodlarından da istifadə etmək olar. Bəli, yoldaşlar. İstifadə etmək mümkündür. Başqa bir sualınız varmı, yoldaşlar? Akşam bir iki sualım da var eğer vaxtınızı almamısan. Aha, bəli, buyurun. Orada siz kod yazmaqla bağlı onlar mütləqdir yoxsa Yox, onlar sadəcə siz məsəl üçün çox spesifik bir şey istəyəndə artıq kodda mən yazmıram. Yəni koddan mənim bildiyim yoxdur. Mən götürürəm. Koddan mən çox istifadə edirəm, ən çox. O da datanı təmizləmək üçün biraz elə olur ki, böyük datalar olur. Regex'dən falan istifadə edirsən ki, datanı təmizləyəsən. Ən çox onlardan bu vaxt istifadə edirəm. Bəli, Nurlan dediyi kimi elə. Siz əgər böyük bir şey üzərində işləmirsinizsə falan, sizə kod demək olar heç lazım olmayacaq. Heç kodu sizin yazmağınızda da ehtiyac yoxdur. Kodu GPT ilə müzakirə edib yaza bilərsiniz bir yerdə. Sonra kodu götürüb istifadə edə bilərsiniz rahatlıqla. Anladım. Bir də bu məsələn bu NFT formasını quraşdırdıqdan sonra orada məsələn müxtəlif toollarla birləşdirilir, düzdür? Bəli. İşləməsi. Orada məsələn toolun özü əgər ödənişlidirsə, onda bəs necə olur? Yəni onun ödənişi avtomatik hesablanırmı yoxsa? Orada bəli, NFT-də məsəl üçün OpenAI biraz mən istifadə edirəm, o ödənişlidir. Siz onu qeydiyyatdan keçirməlisiniz. OpenAI-in pulunu mən ayrıca ödəyirəm. Yəni OpenAI baxın burada da istifadə eləmişəm. OpenAI node. Databazanın da pulu ödəyə bilər. Bəli, NFT-ni qurduğunuz databazanın pulu tam ayrıdır. Burada istifadə etdiyiniz proqramlar əgər hər hansı biri pulludursa, bu OpenAI-in API-ları pulludur. Düzdür, biz pulsuz istifadə edirik, o GPT-yə danışırıq. O bizə özü pul verir, amma API-ları hamısı pulludur onun. Gemini məsəl üçün pulsuzdur. Gemini-yə pulsuz istifadə edə bilərsiniz. Amma yaxşı bir nəticə, konkret belə insan kimi danışan bir şey istəyirsinizsə, burada OpenAI istifadə etmək də məqsədə uyğundur. Və ona ayrıca pul yükləməlisiniz OpenAI platform adlı bir yerə. OpenAI platform yazacaqsınız. Bu hesabım deyil, deyim, digər hesabımdır orada. Sən onu da görsədim elə. Bura gələcəksiniz. OpenAI platforma girəcəksiniz. OpenAI platform. Aha. Dashboardda baxın, burada bizim API keylərimiz var. API dediyimiz bizim elə bir açarlarımızdır ki, biz NFT-ni ondan əlaqələndiririk. Burada API keylərimiz falan var. Burada da mənim hesabımda pul var. Baxın. Açılsın. Burada mən nə qədər spend edirəm. Burada mənim hesabımda pul var. Bax, $3.71 hal-hazırda hesabımda pul var və hər dəfə mesajlaşma getdikcə buradan pulum çıxır. Buna NFT-nin aidiyyatı yoxdur. Əgər mən burada istifadə edirəmsə, o istifadə eləyəcəksə kimsə ondan, avtomatik olaraq pul məndən çıxacaq. Yəni bu nod istifadə olunduqca hər dəfə məndən yazdığım mesajın uzunluğuna, təyin etdiyim taska görə pul çıxacaq burada. Çox az çıxır. Məsəl üçün siz test məqsədi ilə bir $5-6 yükləyərsiniz. Heç yükləməsəz olar. Gemini istifadə edin getsin elə onun keylərindən. Yükləyərsiniz $5 sizə bir ay falan çox rahat idarə edir, çox da idarə edir. Yəni testlə sadə şeylər qurursunuzsa, yoxlayırsınızsa hələ ki $5-6 sizə tam idarə edir. Yəni toollar məsələn çox olduq ki, məsələn dizayn edilən məşğul olan bir Canva falan əlaqələndirsə, onun üçün də onun ödənişi ayrı olacaq. Hər biri üçün ödənişlər elə olacaq. Pullu tool istifadə edirsinizsə, onun ödənişini siz eləməlisiniz. Yox, bu toolların bir AI toolları biraz pulludur. Qalan şeylərdə belə çox da pul əslində məsələsi yoxdur. Burada mənim istifadə etdiyim yeganə pullu tool burada OpenAI və burada şəkil yaradan şeydir. Çünki şəkil yaratmaq heç kim pulsuz eləmir. Qalan hər şey pulsuzdur burada.
Hə, məsələn, şeydə olurdu ki, VO3 falan da qoşulur. Təbii ki, orada siz mütləq şəkildə ödəniş eləməli. KAI adlı bir platforma var. Ora ödənişini eləməlisiniz onu hər video üçün. Məsəl üçün nə qədər sent çıxır, yaxud sent çıxır da, hə. 50 sent mi çıxır, nə qədər çıxır. Hər dəfə siz o videonu falan yaratdıqca sizin hesabınızdan o ödəniş çıxılır. O videonu da AI modelində biz özümüz lokalda qura bilərik. Sadəcə olaraq sən bu AI modelini, məsəl üçün ChatGPT-ni yükləmisən, öz lokalında qurmusan. Bu zaman yəni sən öz kompüterində qurmusansa, kompüteri söndürməməlisən. Ya da bir serverdə qurmalısan. Serverdə qurursansa, o serverin pulunu ödəməlisən, resursunu ödəməlisən. O da sərf eləmir. Bunun əvəzində ChatGPT-dən istifadə edirsən, bu zaman sən elə istifadə elədiyin qədər də pul ödəyirsən. Yəni istifadə eləməsən pul ödəmirsən. Aylıq abunəlik kimi deyil də, yəni pul ödəyirsən və o puldan yəni pay as you go da, yəni getdiyin qədər, istifadə elədiyin qədər pul ödəyirsən. Hə, anladım, çox sağ ol. Bir də son bir sualım qaldı, onu da dəyişdirmək istəyirəm. Bu məsələn hal-hazırda N8-in formasında olan, yəni bu göstərdiyiniz strukturda əlavə bir proqramları tutaq ki, məsələn Adobe proqramını qoşmaq mümkündürmü, yoxsa sadəcə internet üzərindən olan platformalar connection eləmək olur? Məsələn, mən istəyirəm ki, AI content creation sahəsində məşğulam, ona aid məsələn content yaratmaq üçün VO3 ilə tutaq ki, Adobe-ni birləşdirin. After Effects məsələn belə bir şey. Adobe-də konkret sizin məsəl üçün əlinizdə bir şey varsa ki, bax bu belə. Burada addımlar lazımdır. Yəni siz konkret nə edəcəksiniz? Videonu, promptu məsəl üçün AI yaratdırdınız, videonu AI generasiya elədi. Adobe-da siz nə edəcəksiniz məsələn? Mən istəyirəm onu avtomatik yaradandan sonra editləmə prosesində avtomatik özü eləsin. Mənim istədiyim verim şablonuna uyğun. Aha, editləmə prosesi biraz qəliz məsələdir. Ümumi baxan zaman avtomatlaşdırmadan biraz kənar olan bir sistemdir. Çünki editləmədə siz baxırsınız ki, bu necə gəlir video falan eləyir. Hal-hazırda Adobe-la inteqrasiyası yoxdur N7-nin. Bunu siz MCP ilə biraz əvvəl dediyim kimi MCP ilə müəyyən qədər eləyə bilərsiniz ki, mən AI prompt yazım buradan, MCP getsin orada videonu editləsin. Amma hal-hazırda konkret olaraq o edit məsələsini, şəkil yaratmaq falan əla, nano banana yaradar, nə bilim şey eləyər falan. Amma o edit eləmək məsələsi hal-hazırda tam da belə rahat məsələ deyil. Biraz qəliz məsələ gedib çıxır. Onu hal-hazırda rahatlıqla biraz əldə bilməyəcəyik. Çünki orada çox şey lazımdır. Çox düşüncə, çox konkretləşdirmə falan. Çox sağ olun, təşəkkür ederim. Buyurun. Siz bundan əvvəl göstərdiyiniz o sayt var idi, Nocode tool-la yaratmışdınız. Onun arxa fonunda demək agent təşkil eləmişdiniz. Yəni onu bayaq göstərdiyiniz üsulla inteqrasiya eləmişdiniz API ilə. Bəli. Burada mən yazmışdım ki, baxın burada webhook deyilən bir anlayış var. Gözünüzə göz. Burada biz qəliz şeylərdir bunlar. Yəni biraz çalışacağam izah edeyim. Baxın burada webhook deyilən bir anlayış var. Webhookun içində linki var. Bu linkdir onun. Bu linkə siz request atdıqca, yəni ki, məlumat göndərdikcə bu qəbul edir. Mən də yazmışam ki, bu şeydə, saytın promptunda. Hardadır bizim saytımız? Hə. Yazmışam ki, burada gələn şəkillərdir, nə gəldi, nə məlumat gəldi, hamısını o linkə at. O linkə yönləndir. Bu da başlayır ondan sonra işləməyə ki, bu linkdə olan məlumatları bir-bir analiz eləyir, falan eləyir, sonra şəkilləri yaradır, promptları generasiya edir falan. Və bunun işləməyə başlayır. Bu sistem bu cür işləyir, sadə bir dildə desək. Hər dəfə request getdikcə həmin o ödənişlər, o kreditlərə uyğun həmin ödənişlər gedir. Bəli. Hər dəfə məsəl üçün mən şəkil yaradıram, şəkil yaradan platformadan hər dəfə mənim hesabımdan pul çıxılır ki, sən şəkil yaratdın, ödənişini elə. Şəkil yaratdın, ödənişini elə formasında. Başqa bir sualınız varmı yoldaşlar? Hansı bir bildirmək istədiyiniz məqam falan? Yoxsa yavaş-yavaş görüşümüzü sonlandıraq. Başqa bir sualınız da yoxdursa. Təşəkkürlər. Oldu onda yoldaşlar. Çox xoş idi bu gün sizlərə bunu təlim keçmək. Sizə faydalı ola bildimsə nə xoş mənə. Təşəkkür edirəm hər birinizə. Çox sağ ol. Çox sağ olun. Sağ olun. Sağ olun.